Salam, hər birinizi salamlayıram. Xoş həftə sonu, xoş gün diləyirəm. Bugün həftənin 6-cı günüdür və mən də hər zaman olduğu kimi sevimli məkanımda, Bakı Patologiya Mərkəzində, iş otağımdayam. Mən adətən videolarımda hansısa bir diaqnoz, hansısa bir xəstəlik, patoloji laboratoriyanın ümumi iş rejimi haqqında videolar çəkib paylaşırdım, məlumatlar paylaşırdım. Bugün istədim ki, fərqli bir video çəkim. Hansı ki, bir xəstənin həyatını dəyişən qərarların verildiyi, diaqnozun qoyulduğu və o rəyin yazıldığı bir patoloqun iş otağı necədir? Bu haqda qısa bir video çəkmək istədim. Ümid edirəm ki, sizin üçün də maraqlı olacaq. Hər bir patoloji rəy, hər bir diaqnoz bir həyatı dəyişdirir. Bu səbəbdən də bir patoloqun otağı sadəcə bir çalışma sahəsi deyil, sakit, sərgəli və fokuslanmağı mümkün qılan bir yer olmalıdır. Çünki detalları incələmək üçün zehnin sakit qalmağa ehtiyacı vardır. Bu otaqda da gördüyünüz kimi sakit rənglərlə və sərgəli dizayn edilmişdir. Bir patoloqun ehtiyacı olan hər komfort burada təşkil olunmuşdur. Otağa ilk girəndə bizim diqqətimizi mikroskop çəkir, hansı ki, bir patoloqun ən böyük silahı və ən dəyərli əşyasıdır. İsə sizə iş masamı, kompüteri və planşeti göstərirəm. Planşet nədir? Şüşələrin qırılmasına əngəl olan və səliqəli, ardıcıl şəkildə yığılan bir əşyadır. Bu, şüşələri qorumaq üçün önəmli bir əşyadır. Sizə xəstənin göndərişini göstərirəm. Bəzi biliklərin üstünə özüm bilərəkdən örtmüşəm. Bu göndərişdə nə yazılır? Xəstənin adı, soyadı, ata adı, təvəllüdü, cinsiyyəti, hansı mərkəzdən göndərildiyi, klinik diaqnozu, yəni hansı səbəbə görə bu biopsiyanın götürüldüyü və xəstənin patoloji kodu qeyd olunan göndərişi sizə təqdim edirəm. Burada sizə kitablarımın bir qismini göstərirəm. Patologiyada öyrənmək heç vaxt bitmir, ömrünün sonuna qədər öyrənirsən. Çünki hər il təsnifatlarda yeniliklər olur. Bu səbəbdən də davamlı oxumalısan və verdiyimiz bütün diaqnozlarda da bu kitablara mütləq ki baxırıq, mütləq ki təkrar oxuyuruq və diaqnozlarımızı bunun əsasında veririk. Bu immersion yağıdır. Mikroskopda yüksək böyütmədə görüntü keyfiyyətini artırmaq üçün istifadə olunan özəl optik bir yağdır. Bura isə həkim köməkçisinin masasıdır. Hər bir otaqda patoloqun köməkçisi oturur. O bütün yazılan cavabları çap edir və xəstələrlə əlaqə saxlayır, onlara cavabları yönləndirir. Ümid edirəm ki, video xoşunuza gəldi. Patologiyaya aid sizi maraqlandıran bütün sualları mesaj bölməsinə qeyd edə bilərsiniz. Xoş seyirlər.